Salam, siyasi baxış verilişi efirdədir. Bugünkü qonağımız siyasi şərhçi, hörmətli Heydər Oğuz qonağımızdır. Bilirsiniz, bu günləri artıq dünyanın, xüsusilə regionun geosiyasi vəziyyəti tamamilə mürəkkəb bir prosesə daxil olub. İsrailin İrana qarşı hücumu demək olar ki, həm Azərbaycanın yerləşdiyi region, yaxın şərqdə bir barıt çəlləyini partladı və proseslər hansı istiqamətdə gedəcək, bunu Azərbaycana təsirləri necə olacaq, qarşıdakı dəqiqələrdə bu istiqamətdə müzakirə aparacağıq. Və bilirsiniz, Heydər bəy, xoş gəlibsiniz. Bilirsiniz ki, İsrailin İrana qarşı həyata keçirdiyi bu hərbi əməliyyat həqiqətən də İran tərəfindən gözlənilməz oldu. Çünki İran bir ölkənin baş qərargah rəisi yatdığı yerdə vurulur, həmçinin Sepah kimi elit bir qüvvənin komandanında yatdığı yerdə vurulursa, bir ordunun, bir dövlətin çöküşü anlamına gəlir. Yəni, İran həqiqətənmi belə zəifdir və yaxud İran daxilində təhlükəsizlik orqanlarında, Sepahda Mossadın kəşfiyyatları olubmu? Bu qədər zərgər dəqiqliyinə İsrail hərbi əməliyyat keçirdi. Amma İranın bundan xəbəri olmadı, bir qəfil yaxalandı. Məhəmməd bəy, bir söz var, Atatürk'ün gözəl bir sözü var. Deyir ki, o gənclərin müraciətində deyir ki, bir dövlət ya qəflətdən, ya belə deyək ki, xəyanətdən, ya da ki, bizim dilə çevrəndə, yəni rahatlıqdan, rəfahətdən çökər. İndi söhbət ondan gedir ki, İrana gözlənilən o hücumu mən şəxsən gözləyirdim. Nəinki mən, yəni hər kəs onu gözləyirdi, hər kəs onu müzakirə aparırdı. İranın bu dərəcədə qəflət yuxuntusunda qalması çox böyük bir problemlər içərisində olduğunu göstərir. Orada təkcə o xüsusi xidmət orqanlarının qəflətindən də söhbət getmir. Orada o İran siyasi hakimiyyətinin çox dəhşətli bir qəflət içərisində olduğu hiss olunur. Yəni bunu bilməmələri mümkün deyildi. Bunu hər kəs müzakirə edirdi. Özdə indi o Trump pis, nə qədər yaxşı o prezident olmasa da, nə qədər qəribə insan olsa da çox açıq şəkildə hətta xəbərdarlıq da eləmişdi və hətta demişdi ki, mən bunun qarşısını ala bilmirəm. Çünki həqiqətən də İsrail heç kəs sayılır. İsrailin elə bir xüsusiyyəti vardı ki, İsrail Amerikanı həmişə idarə eləmək istəyirdi və idarə edibdi. Hətta o Amerikanın o qırmızı kitabı deyirlər. Yəni qırmızı kitab, yəni gizli anayasa, gizli konstitusiya. Orada da yazılıbdır ki, 3-4 məsələ gətirilir. Deyir ki, bunlar müharibə səbəbidir. Bunlardan biri neft qiymətlərinin artırılması, biri o keçid yollarının, o dəniz keçid yollarının bağlanması və üçüncü də ən mühüm məsələlər kimi İsrailin təhlükəsizliyi. Yəni burada 100% İsrailin təhlükəsizliyi məsələsi, belə deyək, Amerikanın hətta qırmızı kitabına düşmüş bir, qırmızı kitab deyəndə yəni mütləq onu eləməlisin. Qırmızı kitabına düşmüş bir məsələdir və İsrail də artıq dirəşirdi və hesab edirdi ki, sən eləməsən mən üzüm edəcəm. Niyə buna bu qədər arxain İsrail? Bilir ki, İran ona cavab verərsə, mütləq Amerika ona o prosesə qoşulacaq və o prosesə qoşularsa İranın altını üstünə çevirəcək. İndi bütün bunları bilindiyi halda hələ İran dini lideri qalxıb yenə bir müsahibə verir, açıqlama verir. Bu şeydən sonra, hücumdan sonra ki, biz mütləq vuracağıq. O yüzden təkcə İsraillə deyil, hətta Amerikanla vuracağıq. Bu İran tamamilə çöküşünə gətirib çıxara bilər. Əlbəttə, o asığı, belə deyək, hətta dəvətiyyə deyirlər, dəvətnamə. Bu, Amerikaya dəvətnamə göndərməkdir. Gəl məni vur, məni məhv elə, gəl məni yerlə geçsən elə deməkdir. Bunlar nəyə arxalanırlar, bunlar nəyə inanırlar, niyə bu cürə hərəkət edirlər, bunu anlamaq mümkün deyil. Sən hər bir dövlət başçısı, hər bir hakimiyyət, hər bir iqtidar qarşısına bir məqsədi qoymalıdır. Mən dövlətimin insanlarını rifaha çatdıracağım, mən dövlətimi belə deyək ki, inkişaf elətdirəcəyəm, müharibələrdən qoruyacağım, onun təhlükəsini təmin edəcəyəm. Yəni, dövlətin bir nömrəli vəzifəsi bu olmalıdır. Mən dövlətimi təhlükədən, yəni təhlükəsizliyinə cavabdehəm. Məsələn, indi biz Azərbaycan hökumətini, indi siz də müxalifət partiyasınız, mən də vaxtilə bir müxalifət partiyasının aparıcı şəxslərindən idim
və biz həmişə bu hökuməti müəyyən şeylərdə, belə deyək ki, o məsələlərdə günahlandırmışıq, suçlamışıq. Amma bu, məsələn, xüsusilə də sərhədlərin bağlanması məsələsində. Amma bu son zamanlar baş verən hadisələr göstərir ki, bu hökumət əslində o əvvəldən fikirləşib, əvvəldən bunu düşünüb və bu cür qənaətə gəlib ki, burada böyük bir təhlükələr Azərbaycanı gözləyər və ona görə də öz bəndini, bərəsini, hər tərəfini bağlayıb, heç kəsi içəri buraxmır və özünün təhlükəsizliyini qoruyur. Yəni, nə qədər bu hökumət bəzi məsələlərdə bizim istəyimizə cavab verməsə də, bu məsələni fikirləşir. Bu nə deməkdir? Hər bir dövlət ilk növbədə onu fikirləşməlidir. Mənim xalqımın təhlükəsizliyi, mənim xalqımın böyük bir müharibə ilə qarşı-qarşıya gəlməməsi üçün mən əlimdən nə gəlirsə onu etməliyim. Təhlükəsizlik dediniz, Heydər bəy. İran qeyd edir ki, daima qeyd edir ki, biz İranın, xüsusilə İsrailin tərəfdaş olduğu ölkələrə də qarşı hərbi əməliyyatlar keçirə bilərik. Bilirsiniz, İsrailin Azərbaycandakı səfirlik konsulluq fəaliyyət göstərir. İran hər hansı bir... Yəni, Azərbaycana təhlükə var mı deyirsiniz? Təhlükə var mı? Mən hesab eləmirəm ki, İran o səhv edir. İran çox səhvlər edir. İran Azərbaycana hücum eləyərsə, bunu da tək Amerikanı qarşısına almaz. Burada bir çox dövlətləri, o cümlədən Türkiyəni qarşısına alır. O zaman İranın üzərinə bir neçə dövlət birdən tökülər. Və İran paramparça olar. Yəni, biz açıq bu məsələlərdə çox qarışmaq istəməmişik, qarışmamışıq. Hətta o İran da bizim bu həssasiyyətimizlə razılaşıb da, hətta orada bir Azərbaycanlı prezident seçilməsinə qədər işi genişləndiribdir ki, Azərbaycanla bir münasibətlərimizdə, belə deyək, Azərbaycan-İran münasibətlərində bir yaxınlaşma olsun. Yəni, mən hesab edirəm ki, İran da bunun fərqindədir ki, ona İsrail heç də eləyə bilməz. İsraillə yeri gələndə İran arasında hardasa 1700 kilometr, 2000 kilometr məsafə vardır. Amma Azərbaycan İran içindədir. Bizim Azərbaycan, bizim bu Azərbaycan Respublikasının cəmi 10 milyon əhalisi varsa, İranın içindəki Azərbaycanın 30 milyon, 40 milyon əhalisi vardır. Hətta ərazi olaraq da, inzibati ərazi olaraq da Azərbaycan adlandırırlar. Özdə bir Azərbaycan yox, bir nesilən Azərbaycan. Şərqi Azərbaycan, Qərbi Azərbaycan, hələ orada digər o vilayətlər də vardır ki, orada bir çox vilayətlər də vardır ki, onlar Azərbaycan adlanmasa Zəncan, Azərbaycan adlanmasa da əhalisinin böyük əksəriyyəti Azərbaycanlıdır. Yəni İran, mən hesab edirəm ki, Azərbaycanı Türk dünyasının qarşısına almamalıdır. Əksinə, yəni və almayacaq da. Niyə almayacaq? Çünki artıq o gücü yoxdur. Yəni o çox göyə hoppanmaq, çox ona buna hədə qorxu gəlməklə bir yerə varamaz. İran elə bilirdi ki, bununla bir yerə vara bilər. Əslində onun qəfləti özünə inamından irəli gəlirdi. Fikirləşirdi ki, mən elə bir bölgədə yerləşirəm ki, mənim yerləşdiyim geosiyasi vəziyyət məni qoruyacaq. Yəni, harada yerləşir, əvvəla Fars körfəzində yerləşir. Fars körfəzində müharibənin başlaması, neftin qiymətlərinin artması deməkdir, sənaye ölkələrinin çox böyük krizislə qarşılaşması deməkdir. İran buna arxain idi və həmişə də həqiqətən də Amerika xüsusilə həmin bölgədə Fars körfəzi ətrafında müharibələrin olmasını qarşısını almağa çalışıb həmişə. Heydər bəy, müharibə neçə gün davam edə bilər? Amerika birbaşa qoşula bilərmi? Əgər Hörmüz boğazını bağlasa? Amerika zaten çoxdandan gətirib öz qoşunlarını yerləşdiribdir bölgədə. Xüsusilə o ekvator xəttindən aşağıda bir balaca bir ada vardır. O adanın Hind okeanındadır. O adanın adı yadına çıxır. İrandan 3000 kilometr uzaqlıqdadır. Özünün gətirib ən böyük orada o hərbi təyyarələri yerləşdirib. Özdə bir təyyarə deyil, iki təyyarə deyil. Bunlar da yəni ağır bombardıman edən, hətta nüvə silahı daşıyan təyyarələrdir. Yerləşdirib orada hər an elə İranın o cür bir səhvini gözləyir. Mən hesab edirəm ki, İran bunları axır ki, dərk eləməlidir. Hakimiyyət nə qədər şirin olur olsun, yəni o belə deyil, insanın canından şirin deyil. İrandakı o rejim öz hakimiyyətini qorumaq istəyir. Sepah, bilirsiniz, İranın iqtisadiyyatının 40%-dən artığı Sepahın əlindədir. Digər 60%-i digərlərinin əlindədir. Deyək ki, xalqın, orada müxtəlif o partiyalar var, o partiyaların müxtəlif insanlar var, müxtəlif qruplar var, onların əlindədir. Amma onun 40%-i Sepahın əlindədir.
Sepah o 40% əlində saxlamaq üçün bu müharibələri istəyir, bu müharibələri davam etdirmək istəyir. Amma bu müharibələr nəticəsində biz nə gördük? Gördük ki, Sepahın liderləri, Sepahın bütün generalları demək olar ki, vuruldu. Yəni bir nəfər deyildi. Yəni demək olar ki, onun quru qoşunlarının, Sepahın quru qoşunlarının komandanı da vuruldu. Sepahın o ali baş komandanı, hələ mən İran ordusunu demirəm, mən tək Sepahı deyirəm. O deməli, hərbi dəniz qüvvələrinin komandanı da vuruldu. Bunların hamısı vuruldu. Bunların da hamısı kimə bağlı idi? İran dini liderinə bağlı idi. İran dini lideri öz hakimiyyətini qorumaq üçün, öz dindar hakimiyyətini, özdə o dindar hakimiyyət, o dini hakimiyyət vaxtı da keçmiş bir qurumdur, vaxtı keçmiş bir sistemdir. O sistemdən artıq İran imtina eləməlidir. Bilirsiniz, 79-cu ildə orada bir hakimiyyət qurulub. 79-dan bu yana deməli 21 il oradan, 25 ildə buradan 46 il vaxt keçir. Haradasa 50 ilə yaxın vaxt keçir. Bu 50 ildə yəni elə insan var ki, heç 50 il yaşamır. 50 il mi? 40 il yox, desin 46 il. Hətta təxminən 50 il. 50 il yaşamır heç bir insanın, bir igidin ömrü qədərdir. Bu dövr ərzində mütləq hakimiyyətlər dəyişilməlidir, bir-birini əvəz eləməlidir, yeni qan gəlməlidir, yeni insanlar gəlməlidir. Hətta ən diktator ölkələrində belə diktator ata gedir, özünün övladını gətirir. Niyə? Qan dəyişilsin, təzələnsin. Bunlarda elə 79-cu ildə qurulan sistem indiyə qədər davam edir, eyni fitvalarla davam edir. Dünya həqiqətlərini başa düşmədən, ancaq dini o duyğularla çıxış edir. Üstəlik, artıq dini duyğular da atılıb bir kənara, ancaq öz şəxsi maraqları ilə, belə deyək, özlərinin şəxsi maraqları da deyil. Yəni, bəzən o İslam dünyasına xəyanətləri ilə yadda qalıblar. Biz 44 günlük müharibədə bunun canlı şahidi olduq. Ermənistanı gedib dəstəkləyir və üstəlik bu bizim min illik qardaşımızdır deyir. Ermənistan mənim quyruğumdur deyir. Mənim quyruğumu tapdalamayın, bunu Azərbaycana deyir. Niyə deyir? Çünki Azərbaycan öz torpağını xilas eləmək istəyir və oradan İranın dini liderinin köməkçisi, yəni belə deyək, nümayəndəsi, yox, vilayətindən əvvəl hələ mən deyirəm, vilayəti və yaxud. Vilayəti özdə İranın ən mühüm liderlərindən biri olurdu. Yəni oranın boz kardinalı hesab olunur. Ondan qabaqda amiri var idi, bilirsiniz, Ərdəbilin Məhəmməd Amiri. Ərdəbilin İmam Cüməsi. Yəni bu da həm də Xameneyinin nümayəndəsi idi. O durub başlamışdı, ay nə bilim biz şirik, bizim bir quyruğumuz var, bizim bu quyruğumuz haradır, Zəngəzur dəhlizidir. Nə barədə mənim quyruğumu ayaqlayarsınız, mənim quyruğumu ayaqlasanız, mən də sizi qaparım. Maraqlı bir nüansa toxundunuz Zəngəzur dəhlizi məsələsinə. Bilirsiniz, İranın keçən vilayəti ilə qeyd etmişdi ki, biz imkan vermədik Zəngəzur dəhlizinin açılmasına və sən necə imkan vermədin? Yəni sən hələ get özünü bir qoru. Öz təhlükəsizliyini onlar qoruya bilmirlər. İndi İran zəifliyi öz iş prosesində bir şüar var. İran indi də zəifləməyib ki, biz 44 günlük müharibənin axırında da İran zəif idi. Dəfələrlə İsrail elə İran da orada o nüvə obyektlərində əməliyyatlar keçirmişdi. Bəli. Havada müdafiə sistemi dağıtmışdı. Hətta məsələn biz 2020-ci ildə başlatdıq da 44 gün. Bizdən həmən ili İranın ən böyük belə deyək sərkərdəsi hesab olunur ki, onlar elə deyirdilər. Qasım Süleymani həmən ilin başlanğıc yanvarın 3-də öldürüldü və İran da güya bunun qisasını aldı. Qisası da nədən ibarət oldu? Mən yenə Trumpın dili ilə deyirəm. Trump dedi ki, mənə zəng elədi ki, kusura baxma, biz də dövlətik, mən cəmaata söz tuta bilmirəm. Ona görə icazə verin sizin o hərbi hissənizi bombalayım, mən xalqıma deyim ki, qisasını aldım. Yəni bu ölkədən söhbət gedir. Burada gedir Trumpa zəng eləyir, yalvarır ki, əskəri oradan çıxart. Mən oranın torpağını, daşını həmən yerə bir-iki dənə silah atın. İran xalqına deyə bilim ki, mən də Amerikaya qarşı bir kəllə atdım. Yəni belə bir ölkədən söhbət gedir. O dövrdə də sən bunu onun qarşısına nəfər ala bilərdin. Bizim əgər Zəngəzuru almaq istəyimiz olsaydı, 10 dənə İran gələrdi, Azərbaycan ordusunun, Azərbaycan əskərinin qabağında dayana bilməzdi.
Sadəcə Azərbaycanın elə bir niyyəti yoxdur ki, qarıb ki, Zəngəzuru ala qatı özünə. Azərbaycan beynəlxalq hüquq normalarından gedir. Beynəlxalq hüquq normalarına görə indiki o şəraitdə həmin Zəngəzur ərazisi Ermənistanın ərazisi sayılır. Biz onlardan istədiyimiz nədir? Bizə bir dəhliz versin, Naxçıvana gedək. Dünya açılaq. Və bunun nəticəsində, biz əgər Naxçıvana gedəcəksə, Ermənistan bunun nəticəsində, həmin dəhlizin nəticəsində Avropaya açılacaq. Dalan dövlət olmaqdan çıxacaq. Dalan dövlət olmaqdan çıxması Ermənistan üçün bir nömrəli vəzifədir. Biz onlara əslində əməkdaşlıq təklif edirik və ən çox orada qazanan Ermənistandır. İndi eləmirsən, biz də oturmuşduq yerimizdə, eləmə, biz Gürcüstana gedib gəlirik. Son sualı verim Heydər bəy. Deməli, Trumpla bilirsiniz, Putin arasında telefon danışığı oldu. Bu telefon danışığında tərəflər məhz İran barədə ən çox danışıqlarını dedilər və Rusiya tərəfdən vasitəçiliyini orada vurğuladı. Sizcə bunlar sövdələşmə əldə edilirmi? Ukrayna məsələsində Trump Ukrayna hərbi yardımı dayandırır. Rusiyada öz strateji tərəfdaş və müttəfiqi İrana qarşı hərbi əməliyyatlarına da sinir çıxarır. Məhəmməd bəy, bəli, yəni orada bir sövdələşmədən söhbət getdi. Bunu açıq şəkildə, mən hətta o vaxtda yazdım. Hətta ondan qabaq da mən dəfələrlə yazılarımda var idi ki, mən bunu hətta 17-ci ildən yazmışam ki, bu İran, o vaxt Putin getmişdi İsrailə, İsraildən qayıdandan sonra gəldi o Suriyanın ondan orada 2 dənə bazası vardı, hərbi bazası vardı, Xmeymin. Tartusna Xmeymin o hava alanında görüşdülər, hava bazasında görüşdülər və orada o maraqlıdır ki, ancaq şeyin özünü qəbul eləmişdi. Nədir bu? O Bəşər Əsədin, onun yanında heç kəsi qəbul eləməmişdi. Bunu o vaxt o Suriya müxalifəti deyəndə orada müxalifət yox idi. Yəni Suriyada hakimiyyət bölünmüşdü bir neçə yerə. Suriya o Bəşər Əsədin qardaşı İrana işləyirdi. Bəşər Əsədin özü Rusiyaya işləyirdi. Bəşər Əsədin qardaşına bağlı adamlar o vaxt çıxdılar, hətta açıq şəkildə dedilər ki, bizi satır nədir Bəşər Əsəd. Bizi deyəndə İranı İsrailə satdı. Hətta o vaxtdan başlayaraq Rusiya İsrailə deyirəm ki, İranı hərrac bazarına çıxartmışdı. Bəli, hər dəfə də o nəsə başı biraz ağrıyan kimi dərhal İranı o hərrac bazarına çıxarıb nəsə bir o taviz, nəsə bir güzəş əldə edirdi. Biz bunu sonra elə Putin öz dilindən də eşitdik. Açıq şəkildə elan elədi ki, İran bizə çox güvənməsin. Biz Yaxın Şərqin, hətta söz belə idi tamamilə. Biz Yaxın Şərqin od söndürən maşını deyilik. Yəni ateş söndürən, yəni belə deyək, maşını deyilik. Əgər orada bir şey olsa... Pajarını deyilik də. Açıq şəkildə də deyilik. O əgər orada bir şey olsa İran yanacaq. Amma çox maldır. İran Ukrayna cəbhəsində Rusiya ilə eyni cərgədə qəlbə qarşı yer alır. Öz şahid baları ilə, balistik raketləri ilə Rusiyanın yanında yer aldı. Amma nəticədə İran bilmir harada yer alır. İranın açığı yeri Türk dünyasının yanındadır. Amma bu İranın yox, dəyişilmiş İranın, dəyişilməsi gözlənilən İranın. Çünki Türk dünyası onu yalnız Avropaya da çıxara bilər, Şərqə də çıxara bilər, Qərbə də çıxara bilər, Cənuba da çıxara bilər. Biz onlara çox, Prezident İlham Əliyev çox gözəl təkliflər edir. Nə təkliflər edir? Deyir ki, bax, Cənub, Şimal dəhlizi gəl sənə verək. Yeri gələndə gəl səni qoşaq Qərb-Şərq dəhlizinə. Sən də bir adam ol, sən də bir pul qazan, sən də öz neftini çıxart dünya bazarına sat. Həm bundan dünya faydalansın, həm sən faydalan. Amma bu nə edir? Neftini satır, o Çinə çox ucuz qiymətə gizli yolla, və yaxud Hindistana satır. Əldə elədiyi pulu da aparır, tökür Suriyada insanların qırılmasına, müsəlmanların qırılmasına səbəb olurdu. Bilirsiniz, Məhəmməd, o İranın o nəzəriyyəsi, İranın o ideologiyasında nə nəzərdə tutulur? Şiə hilalı deyəndə nə nəzərdə tutulur? O bölgələrdə yaşayan şiələrin hakimiyyətə gətirmək. O bölgələrdə də, yəni şiə hilalı dediğim bölgələrdə hər bir ölkədə cəmi cümlətən 5%, 10% şiə var. Bu şiənin sənətə hakimiyyətə yetirirsən. Deməli, sünniləri qıra-qıra yetirirsən. Yəni belə bir nəzəriyyə ilə, belə bir düşüncə ilə vətəndaş müharibəsinə səbəb olurdu, məhsəb müharibəsinə səbəb olurdu. Halbuki o nəzəriyyələrdən imtina edib gəlib
Türk dünyasına qoşulsaydı, Türk dünyasına qoşulmaq üçün də orada islahat aparmalı idi. Orada o belə deyək, orada yaşayan Azərbaycanlıların milli hüquqlarını tanımalı idi. Bunları tanımaqdansa gedib başını qoşurdu gizli işlərə. Onu da qurdular. İndi rejim dəyişəcəkmi? Rejim təbii dəyişəcək. İranda bütün hallarda artıq bu hakimiyyət qala bilməz. Aynen. Yəni bu İslam rejimi qala bilməz. Çünki həqiqətən də bu 50 il, indi 50 deyəndə 40 neçə ildir, mən 50 ili yuvarlaqlaşdırıb deyirəm. Bu 50 il içərisində İrana heç bir şey gətirmədi o rejim. İstər-istəməz dəyişilməlidir və içəridə də müəyyən dəyişikliklər aparmaq istəyirlər. Özləri də bunu istəyirlər. Bilirsiniz, bu Pezeşkan hakimiyyətə gələndə bir çox islahatlar aparmağa çalışdı. Qadınların baş örtüyünün məcburi olmadığını, orada məsələ özü tez-tez Azərbaycan dilində şeirlər səsləndirir. Bu nə deməkdir? Bu o deməkdir ki, artıq mədəni hüquqların verilməsini hətta prezident özü ona bir mesajlar verir. Yəni İran dəyişiləcək, İrandakı o rejim də dəyişiləcək. O rejimin dəyişilməsindən sonra İranın inkişafı nə ilə olacaq? İranın inkişafı təbii ki, Türk dünyasına qoşulmaqla, Türk dünyasından ilham almaqla ki, Azərbaycanın bu işlər üzərinə çox böyük vəzifələr düşəcək. Mən isə deyirəm ki, Azərbaycan İranın gələcəyinə hazır olmalıdır. Mən demirəm onlar bir oradan parçalanır. Mən açığı o fikirlə heç nə razılaşmamışam. İran indiki halında qalmalıdır. Amma İranda rejim dəyişilməlidir. Rejim dəyişilib, ora Türk torpağı olmalıdır. Türk dövləti olmalıdır. Və niyə bu olmalıdır? Çünki bizim o zaman həm Türk dünyasının da, Orta Asiya ölkələrində, həm də bizim daha rahat isti dənizlərə çıxmaq imkanlarımız olur. Təşəkkür edirəm Heydər bəy. Çox maraqlı nüanslara toxunduq. Biz də ümid edirik ki, təbii ki, regionda Azərbaycan sülh və sabitliyin tərəfdarıdır. Amma qonşularımız elə bir situasiya yaradır ki, təəssüf ki, müharibələr də qaçılmaz olur. Təşəkkür edirəm. Çox sağ olun. Mən də təşəkkür edirəm. Mənə görə dəvət elədiyiniz fikirlərimi sizin dinləyicilərə çatdırdığınız üçün sağ olun. Sağ olun, hörmətli tamaşaçılar.